Kəşf kanalından hamınıza salamlar dostlar. Bugün biz mikrobit vasitəsilə daş, kağız, qayçı oyununu oynayacağıq. Birinci nə vaxt A düyməsi basılanda götürürük. Ondan sonra if else əmrini götürürük. Else if əmrini də götürürük. Else if kimidir. Sonra biz logik, yəni məntiq yerlərindən necə deyək, blokları götürürük. Özümüzə bir variable, yəni ki, dəyişən yaradırıq. Adını P1 qoyuruq, yəni player 1, yəni birinci oyunçu. Və biz burada nə edirik? Əvvəl götürürük variables'dan set P1 to pick random 1. Birincidə 1 qoyuruq və 3 qoyuruq. Çünki nə üçün? Çünki daş, kağız, qayçı oyununda axı 3 dənə şəkil çıxacaq da. Ondan sonra else if tərəfini də eləyirik. Birinci buradan logikdən təzədən götürürük müqayisəni. Burada müqayisələri qoyuruq. Ondan sonra variables'a giririk. Yenə player 1 qoyuruq. Bura 2 qoyuruq. Burada 2. Məsələn 2-dən balacadır 1, 2-dən yuxarıdır 3. O else da ki, yəni ki 3 2 olsa deməkdir. Else 2 olsa deməkdir. Və bu şəkilləri qoyuruq. Yəni ki showlets basic-dən götürdük bu arada bunu. Sonra şəkilləri çəkirik. Qayçı şəklini çəkirik birinci. Yəni istədiyiniz şəkil çəkə bilərsiniz. İndi daş şəklini çəkirik. Sol tərəfdə sorsanız ki, niyə sol tərəfdə? Çünki A düyməsi axı sol tərəfdədir. Sol tərəfin işini görür də. Yəni sol tərəfdən gəlir onu başa salmaq. Ondan sonra demək bu hazır. İndi biz bunu təzədən duplicate eləyirik. Nə üçün? Bizə çox vaxt aparmaması üçün. İndi burada B-ni götürürük. Ondan sonra variables'dan özümüzə təzə bir variable götürürük. O da P2 olur. Çünki player 2 ikinci oyuncu. Daha hamısı player 2'ye dəyişirik. Və biz nə edəcəyik indi? Burada biz axı bilməliyik hansı tərəfdəndir də o daş, kağız, qayçı da. İndi birinci daşı sağ tərəfdən eləyirik. Çünki bilinsin daha tərəfdən necə deyək gəlir də o. Ondan sonra biz qayçını eləyirik. Dəftər sağ tərəfdən sol tərəfə baxır. Və gördüyünüz kimi bizim necə deyək, mikrobit, daş, kağız, qayçı oyunumuz hazırdır. Və burada gördüyünüz kimi əgər P1, yəni bizim bir dəyişənimiz, biz onu 1-dən 3-ə qədər bir dəyişən kimi götürmüşük. Ondan sonra, yəni əgər P1 hansısa dəyişəndən sonra 2-dən balacadırsa qayçı, 2-dən böyükdürsə daş, 2-yə bərabərdirsə kağız olaraq qeyd eləmişik. Burada B-də də həmçinin həminki şeydir. Və gördüyünüz kimi burada da belə işlətmək olur. Düymələrə basa-basa. Və özümüzdən mən əlavə də elədim ki, yəni daş, kağız, qayçı oyunu olduğunu bildirmək üçün daş, kağız, qayçı şəklini qoyacaq. Gördüyünüz kimi burada qayçı şəklini eləyirik. Gördüyünüz kimi. Mesela kağız və təbii ki də daş şəklində eləyəcəyik.
Videoların davamlı gəlməsini istəyirsinizsə like atıb abunə olmağı unutmayın. Və gördüyünüz kimi kodumuz hazırdır. Və gəlin bunu yəni formada yoxlayaq. Gördüyünüz kimi belə şəkillər çıxır. Ondan sonra biz A düyməsinə basarkən bizim yazdığımız bütün əməllər burada əks olunur. Yəni random atır burada. Bəzən eyni dəfə eyni şey çıxa bilər. Yəni 2 nəfərlik oyundur. Əgər tək oynamaq istəsək, hələ özümüzlə, məsəl üçün də xalq kimi, məsəl üçün bu kağızdır. Buradan da nə çıxacaq? Qayçı. Məsəl üçün bu sağ tərəf utdu. Və yaxud da ki, axı kağız deyənə, burada daşdır. Bu tərəf utdu indi də. Qayçıdır, burada daşdır. Bu tərəf utdu yenə. Yəni belə özünüzlə oynaya bilərsiniz. Bu videoya 20 like gələrsə, gələnki videoda mən OLED displey vasitəsilə necə bunu işlətmək olur, onu göstərəcəm. Abunə olub like atmağı unutmayın. Hələlik.